Halaldır. Bizim Azərbaycanda olan şəhid anasına, videosuna baxmısınız. Bizim ruhani qardaşımız Hacı Şahin, Allah ruhunu şad eləsin. Onunla bir yerdə durub, görmüsünüz. Şəhid anası. Görün nə deyir? Onun sözünü deməmişdən qabaq sizə sual verim. Mən tanımıram. Siz tanıyorsunuz belə bir ana, cavan oğlun dünyasını dəyişsin. Bir il onun qəbrinə bilə-bilə getməsin. Bilə-bilə. Bizdə adət-ənədə qadınlar gözləyir, 40-da gedirlər. Analar 40-ı gözləmir. Amma şəhid anası deyir ki, mənim oğlum bir ildir dünyasını dəyişir. İndiyə qədər oğlumun qəbrini ziyarət eləməmişəm. Niyə? Söz vermişəm ta gedib Kərbalada. Kərbala ağamız İmam Hüseyn əleyhissalamın qəbrini ziyarət eləməmiş, öz oğlum şəhidin qəbrini eləməyəcək. Halaldır. Bu oğlanlardan danışın. Yoxsa elə hər Məhərrəm ayı gələndə o belə getdi, filan Kərbalaya belə getdi, İmam Hüseyn belə getdi. Qardaş, yığışdırın bu söhbətləri. Neyini siz eləyin? İmam Hüseyn məktəbi onsuz da bunlarla aradan gedən deyil.